Karate dünyada sürətlə inkişaf edən təkbətək döyüş növlərindəndir. Elə təsadüfi deyil ki, 1-ci Avropa oyunlarına salınan 4 qeyri-olimpiya oyunlarından biridir. Milli Karate Federasiyası Avropa oyunlarına ciddi hazırlaşır. Müntəzəm olaraq məşqlər keçirilir və fərqlənən idmançılar beynəlxalq turnirlərdə iştirak edir. Xaricdən bu sahədən ustad adı almış peşəkar müəllimlər dəvət olunur və onlar da öz bacarıqlarını bizim idmançılarla bölüşürlər. Məqsədimiz birdir. İlk dəfə tarixdə Azərbaycanda keçən Avropa oyunlarında iştirak etmək, elə belə iştirak etmək yox, məhz qızıl medallar qazanmaq, bayrağımızı yüksəyə qaldırmaq, himnimizi səsləndirmək. Millimizin kapitanı Şahin Atamov həm komanda olaraq, həm də fərdi halda 1-ci Avropa oyunlarının xüsusi hazırlıqlar keçdiyini deyir. Bu yarışlarda mən əlimdən gələni eləyəcəm. Yəni ilk növbədə ona görə ki, məsuliyyət mənim üzərimdə böyüdür. Çünki mən həm karyeramın sonunda, həm də mən yığma komandanın kapitanıyam. Kapitan kimi də öz addımımı, öz hərəkətimi göstərməliyəm. Qeyd edək ki, Bakı 2015 Avropa oyunlarında karate yarışları 2 gün müddətinə 13-14 iyun tarixində keçiriləcək. Medal uğrunda fərdi komitə üzrə 10 yarış, fərdi kata üzrə isə 2 yarış baş tutacaq. Avropanın karate üzrə ən güclü idmançılarından 48 kişi və 48 qadın Bakı Kristal zalında tatami üzərində istedadlarını nümayiş etdirəcək. Vasif Aczalov, Rahim Mustafayev, Lider TV.